Maraqlı bir məhkəmə işi olmuşdu. İşə götürən işçiyə ərizə yazması üçün təzyiq edir və işçi işə götürənə bir məktub yazır ki, bəs mənim ailə vəziyyətim, maddi durumum yaxşı deyil, xahiş edirəm məni işdən çıxarmayasınız. Bundan bir nəticə hasil olmayacağını görən işçi Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng eləyir ki, bəs məni işdən çıxarmaq istəyirlər. Xahiş edirəm buna əngəl olasınız. İşçi öz ərizəsini yazır. Yenə də bu təzyiqlərə davam gətirməyə ərizəsini yazır, ancaq məhkəmədə, yəni iddia ərizəsində işə götürən məktub yazdığını, Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyinin çağrı mərkəzinə zəng elədiyini, bütün bu faktları orada qeyd eləyir və məhkəmə həmin o 142 çağrı mərkəzinə sorğu verir ki, həqiqətən də belə bir zəng olubmu? Onlar da həmin o zəngin səs yazısını məhkəməyə təqdim edirlər və məhkəmə həm o məktubun surətini, həm o səs yazısını əsas götürərək belə bir qənaətə gəlir ki, həqiqətən də işçinin işdən çıxmaq barədə bir niyyəti olmayıb və həmin işdə iddiaçının iddiası təmin olunmuşdur.